Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugünkü videomuzda miqi və sertifikasiya tipli bir sualın izahını verəcəyik. Deməli, sualın şərtində deyir ki, dərs zamanı iki şagird anidən mübahisə etməyə başlayır. Mübahisə getdikcə böyüyərək konfliktə çevrilir. Müəllim baş verənlər qarşısında özünü itirərək nə edəcəyini bilmir və şagirdlərin hər ikisini cəzalandırır. Verilən situasiya ilə bağlı doğru fikirləri müəyyən edin. Demək, müəllimlər, bu cür situasiyalarda hər zaman situasiyanı canlandırırıq və onu dəyərləndiririk. Mənfi və yaxud da müsbət hal olduğunu biz bilməliyik ki, cavablarda o cür yanaşaq və görürük ki, bu situasiyada bir mənfi hal var, müəllim effektiv deyil, professional deyil. Fikirlərə baxaq. Müəllim mövcud situasiyada ən doğru addım atır, xeyr, ani qərar verir. Müəllim məqsədyönlü davranaraq problemi həll edir. Təbii ki, belə etmədi. Gördünüz ki, şagirdləri cəzalandırdı, dərinlə getmədən. Müəllim baş verənlərə ani reaksiya verir. Bəli. Müəllim problemin qarşısını necə almağın lazım olduğunu bilir. Xeyr, yoxsa özünü itirməzdi və bu cür ani qərar verməzdi. Müəllim proaktiv yanaşma göstərir. Bu fikirləri izah eləmək istəyirəm. Müəllimin iki cür yanaşması var. Proaktiv və reaktiv yanaşma. Bizə lazım olan proaktivdir. Proaktiv yanaşmalı müəllim planlı müəllimdir, hazırlıqlı müəllimdir. Onun hər zaman ikinci bir variantı var. Yəni ki, belə müəllimlər problemi əsasına vararaq həll edir və qabaqcadan onların bir tədbirləri olur. Müəllim burada proaktiv yanaşma göstərir. Təbii ki, gördük ki, belə bir şey yoxdur. Müəllim özünü itirib və ani bir həll etmə üsulu seçir. 6-cı fikirdə müəllim reaktiv yanaşma göstərir. Bəli, reaktiv yanaşma deyərkən müəllimlər qışqırma, deməli qəzəblənmə, yerindəcə həll etmə, avtoritar müəllim nəzərdə tutulur. Deməli, cavabımız olacaq 3, 6.